Allah cəm şəhidlərimizin yerini cənnət məqamımız etsin. Bu günlərin bizim özümüzə boş bildik. Qəhrəman qardaşımız, Polat qardaşımızın bildiğimizdə iştirak etdik. Allah atasına, anasına, qardaşına səbir və dözüm versin. Polat qardaşımızın əmisi də şəhiddir, dayısı da şəhiddir. Allah onların da yerini cənnət məqamımız etsin. Allah cəm şəhidlərimizin yerini məqamımız etsin. Bizləri, Azaraz qardaşımızdır, Qədir dostumuzdur, Kərbəlayı Fuad qardaşımızdır, bizlər şəhidlikləri ziyarət edir. Allah bizi bu yolda kandırmasın, Allah bizi bu yolda peşman eləməsin, Allah bizi mərdimazlardan uzaq eləsin, şərdən xatadan uzaq eləsin. Mən şərdən qorxan bir insanım, Allah onları bizdən uzaq eləsin. Allah təmiz üzarlığıyla, vicdanla, şərəflə bu yolumuzu ağlımızı canımızdan, ağlımızı almasın. Ağlımı alan zaman Allah mənim canımı alsın. Mən bir şəhid evinə gedirəm, Kərbiyə gedirəm, Haca gedirəm, Məşədə gedirəm, mən özümü yeri istəyirəm. Mən bu qəhrəman qardaşlarımın qarşılarında baş əyirəm, diz çökürəm. Bilmirəm, biz Qarabağ torpağında oluruq, Qarabağ torpağında olmağımızın səbəbkarı bu qardaşlarımızdır, bu şəhidlərimizdir. Allah onların valideynlərinə səbir və dözüm versin. Allah sizlər də qorusun, Qədir müəllim, Araz qardaşım, Kərbəlayı Fuad qardaşım, Allah ömür versin, Allah Polat qardaşımın da yerindən onlara xatir bizlərin günahlarını bağışlasın. Amin. Amin. Mən sizə gözəl arzular Sağ olun. daim Allah qalab yolda sizləri heç vaxt qədərinizə Amin. doğru, gözəl bir çıxmasın. Sevgi qayğı aləmizdə hər zaman gözəl bir Amin. sağ olun. Amin. Allah qala heç bir insanın valideyni uzaqdan sağ çəkir. Amin. Allah qala özəl olmayan insanların hamısına böyük bir islah. Amin. Allah qala hər bir şeyə sevər, hər bir şeyə arayacaq gələn insanları canı sağlam, yolu sevgisini bol eləsin. İmanı kamil eləsin. Amin. Allah Teala hər zaman sizi mərkəzlərdə, hər zaman uzaq eləsin. Amin. Yol arkasında olursunuz. O yolu sizə uyğunsunuz üçün gözəl vurursunuz. Və alış vaxtı səsinizi, dilinizi, havanızı əsirtməsin. Amin. Allah sizləri ucaların ucası, millətlə gözəl istəməsin. Və bu şəhətlərin nurundan Allah Teala'dan arzu edirəm ki, mən hər zaman namazlarınızı bu şəhətlərin nurundan ancaq olsa bizə nəsib edir. Amin. Allah sizlərə hər zaman nur nəsib eləsin. Amin. Allah o şəhidlərə hamısına istədir və əhval versin. Onlara, atalara can sağlığı versin. Allah Teala onların hər bir ömrünüzü ki, qalaları yaşansın. Amin. Allah da sizlərə versin. Amin. Hər zaman qorusun. Amin. Yol arkasında geçsənlərmiş, yol arkasında olsun. Bir gün az, bir gün korkuyorsun, istisiyor olmak. Allah sizin o gözəl qəlbinizi keçən gətirsin, kamil edəsin, yolunuzda bulun. Amin ilahi. Amin. Allah hər zaman səbrinizə, Amin. sevməsin. Allah bu əziyyətinizi, zəhmətinizi Kərbəlayı məşəqlə göstərsin. Allah sizlərə hər zaman varsın. Amin. Şu günler bizim bu Azərbaycan torpağında sərbəst gəzməyimiz, Qarabağ torpağında ya Azərbaycanda rahat gəzməyimizin səbəbkarları bizim bu qəhrəman qardaşlarımızdır. Biz onların hər birinin valideynlərinə, hər birinin ailəsinə borcluyuz. Yəni düzdür, biz 2 nəfər, 3 nəfərik, biz hər birimiz bir evdə ola bilirik. Çalışdığımız qədər hər birini ziyarət edirik. Nə qədər canımızda can var, yolumuzda güc var. Öz halal zəhmət qazandığımız o pulla bu şəhid qəhrəman qardaşlarımızın yolunda xərcləməyə hər zaman hazırdır. Öz alın tərinlə, tərbi belə sinirəm, bunu qazanırım. Mən o yolda da xərcləməyə bu qardaşlarım üçün mən hər zaman hazıram. Vallahi mən onlara heç vaxt qızırğalanmamışam, qızırğalanmaram da. Ən uzaq yer Tovuzdur, Tovuza gedirəm. Mən Tovuza gedib gəlirəm, tutuda aparatından yorulmuram. Şəhid məclisinə gedirəm, yorulmuram. Mən Füzuli ilə gedib gələndə, mən Füzuliyə gedirəm, qayda bilmirəm. Məsələn, atam anamın yanına gedirəm, qayda bilmirəm.
kadar yorğun düşürəm ki, o kadar şəhidlərimiz bizə güc verir, qüvvət verir. Bir gün ərzində mən Kərbalay 1500 kilometr maşın sürmüşəm, yorulmamışam. Yəni bunlar qardaşlarımız gör nə qədər bizə güc verir, ruh verir. Bakır, Tovuz, neysən sən onu tikəsin. Bakır, Tovuz.